gördük əziz dostlar, Muğam televiziyası yenidən efirdədir və çox maraqlı bir qonağım var. Həmişə bu sözü deyirəm ki, çox maraqlı qonağım var və mənə bəzən irad tuturlar. Amma doğrudan da maraqlı qonaqları dəvət edirik ki, sizə də maraqlı olsun. Bugün qonağım Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur bəy, Bəhramxan. Artıq Hüseynov yox, Bəhramxandır. Elnur bəy, xoş gəlmisiniz. Çox sağ olun. Deməli, çoxdan da görüşmək istəyirik sizinlə də, amma qismət bugün nəymiş? Necəsiz? Abu-hava necədir? Şükür, yaxşıyam. Teatrda çalışıram. Gənc Tamaşaçılar Teatrında. Milli Gənc Tamaşaçılar Teatrında. Bəli, tamaşaçılarımız bilsin ki, bugün artıq milli status verilib teatrınıza və Elnur bəy çox... Bugün yox, çoxdan verilib. Hə, bugün yox. Yox, deyirəm, bugün tamaşaçılarımız bilsin ki, bugünkü tamaşaçılarımız bilsin ki, artıq milli status alıb teatr və teatrda maraqlı, bir-birindən maraqlı tamaşalar qoyulur. Elnur bəy, hələ də Çuzun baş rejissoru yoxdur. Gənc Tamaşaçılar Teatrının xeyri yoxdur. Niyə? Bax, elə bundan başlayaq. Bilmirəm. Çox maraqlıdır. Niyə? Ümumiyyətlə, kollektiv, yəni bir növ baş rejissorsuz işləyir də indi. Bilirsiniz, bizim çox gözəl direktorumuz var. Bilirəm. Naidə İsmailzadə. Bəli, çox can yandırır aktyorlara, yaradıcı insanlara. Aktyorları çox sevir, çox gözəl idarə etmə bacarığı var. Yəni, o bizi teatr idarə edir. Repertuarı da, yəni onlar təyin edirlər Bədii Şuranın vasitəsilə və hələ ki, baş rejissorsuz, yəni direktor idarə edir. Amma yəqin ki, baş rejissor təyin olunacaq da, yəni bunsuz olmaz. Təbii. İnşallah. Deməli, Elnur bəy, bir balaca özünüz haqqında məlumat verin, hardan adan olmuşsunuz? Bir balaca kiçik bir giriş eləyək, sonra keçək suallarımız. Mən 1978-ci ildə Avqustun 2-sində, kino günündə... Ay, nə gözəl. Bəli, Neftçala rayonunun Xəzər kəndində doğulmuşam. Balıq sevərsiniz. Bəli, uşaq vaxtı çox balıq tutmuşuq, o yanımızdakı çaylardan, kanallardan. Bəli, amma 7-ci sinifdən, yəni artıq Bakıda təhsil almışam, İncəsənət Gimnaziyasında. Gimnaziyada əvvəl? Bəli, İncəsənət Gimnaziyasında təhsil almışam. Sonra İncəsənət Universiteti artıq 3-cü kursdan teatra dəvət almışam. Milli Gənc Tamaşaçılar Teatrında, bəli, artıq 98-ci ildən orada çalışıram. Nə çox il, bəli, artıq neçə ildir? 27 ildir. 30 ilə yaxındır ki, bu teatrda çalışıram. Elnur bəy, bu son tamaşalara gəldikdə, indi mən əhatəli biraz danışacağım. Belə vərəqlədim bugün internetdə, bugün dünən sizlə biraz da yaxından tanış olmaq istəyirdim. Qaraca qızda varsınız. Bəli, bəy rolunda çıxış edirəm. Bu son tamaşalarından biri də odur. Bəli. Sonra, səhv eləmirəmsə, bir tamaşa da var idi orada. Yəni... Cırtdanino'da divi oynayıram. Uşaq tamaşalarında varsınız. Bəli, bizdə bilirsiniz necədir? Yəni, gündüz uşaq tamaşaları, axşamda böyük tamaşaları. Gənc Tamaşaçılar Teatrının aktyorlarını digər aktyorlardan fərqləndirən ən başlıca cəhət budur. Yəni, sən gündüz Cırtdanino'da oynayırsan, divi oynayırsan, axşam Romeo Juliet'da Benvolio oynayırsan. Nə gözəl. Bəli, sonra Richard'da oynayırsan, müxtəlif tamaşalarda Misojordan Dərviş Məsləri Şahda Şahbaz bəy oynayırsan. Yəni, bu artıq biz 27 ildir buna alışmışıq. Bu, belə baxanda aktyoru formada saxlayır. Yəni, təsəvvür edin ki... O deyir, həm çətindir, həm də çox vacib. Vacibdir. Bu çətindir, amma bu bizə həm mane olur. Nəyə mane olur? Mane olmur, inkişafa aparır. Düzdür, düz razıyam. Heç cür mane ola bilməz. Amma bilirsiniz necə? Nədə mane olur? Deyim sizə nədə mane olur. Yəni, mən artıq 27 ilin sonunda bu qərara gəlmişəm bəzən. Biz o qədər, məsələn, bu uşaq tamaşalarında, sonra belə xarakterik roller filanlar oynayırıq. Bəzən bu fiziki baxımdan bizim çöhrəmizə də hopa bilir. Sonra vizual olaraq bizim görüntümüzdə də siz Gənc Tamaşaçılar Teatrının qocaman aktyorlarına fikir verin. Biraz belə xarakterini, koloritli aktyorlardır, fikir verin onlara. Məsələn, lap belə biraz qədimə gedək, bizdə Hüseynağa Sadıqov olub, Xoruz Baba deyirlər. Bəli, Allah rəhmət eləsin. Süleyman Ələsgərov, Firəngiz Şərifov olub. Kimlər olub? İndi məsələn, Yasin Qarayev, Axan Salmanlı, Allah rəhmət eləsin. Almaz Mustafayeva. Fikir verin, onlar tam belə fərqlidirlər də. Onların belə əhval-ruhiyyələri də başqadır. Sonra görünüşləri də filan başqadır. Nəyə gətirirəm səbəb? Spesifik aktyorlardır. Spesifik, bəli, aktyorlardır. Bəzən bizim aktyorlar
ümumi məsələn bu seriallarda, filmlərdə bir qədər çətinlik çəkirik. Düzdür, biz adaptasiya oluruq. O prosesə, o mühitə uyğunlaşmağa çalışırıq. Məsələn, mən belə deyək, özümdən götürürəm, biraz çətin olur. Elə bir o oynadığımız digər rollar bizim içimizdən, ruhumuzdan qopmalıdır ki, biz artıq indi bu dramatik, ciddi bir işlərə, filmlərə daxil olaq. Hə, mən onu başa düşdüm. Yəni oradan təzədən tutalım, orada cırtdanı oynayırsan, gəlib klassik tamaşada Hamleti oynamaq nə qədər çətindir. Bəli. Yəni tamaşalarda yəni canınıza hopur, təzədən onu qopartmaq lazım. O çox çətindir. Çox çətindir. Hə, o barədə. Çox çətindir. O baxımdan. Amma biz bunun düz öhdəsindən gəlirik. Amma bu biraz necə deyimsə, bizim üçün çətin olur. Çətin olur. Və bəzən rejissorlar bunu irad tuturlar. Biraz yığışdır, misal üçün. Hətta onlar hiss eləyir. Deyil, hiss eləyir, bəli. Bizim aktyorlar o dəqiqə fərqlənir. Biraz yığışdır. Gözünü çox bərətmə, nə bilim filan. Bildiniz necə? Amma bu təbii ki, biraz zamanla düzələn bir şeydir. Yetər ki, filmlərə tez-tez çəksinlər və bizim universitetdə müəlliməmiz Həmidə Ömərova deyirdi ki, uşaqlar, mənim Rusiyada təhsil aldığım müəllimim həmişə deyərdi ki, Həmidə Ömərova deyərmiş, Həmidə, səni hansı çəkilişə çağırsalar, get çəkil. Qoy desinlər ki, o film pis idi, amma Həmidə yaxşı oynadı. Nəyə görə? Hər çəkiliş sənə təcrübə qazandıracaq. Kamera qarşısında, sonra o setdə olmaq, o ab-havanı hiss eləmək sənə təcrübə qazandıracaq. İndi biraz maalesef ki, bizdə türklər demişkən, film sektorunda bir qədər elə bil ki, durğunluq var. Yəni, məsələn, mən istəyərdim ki, indi bax, qeyd elədiyim o gənc tamaşaçılar teatrının bacarıqları var. Nə gözəl Qərib Cinlər Diyarında bir film çəkilsin. Onu kinoda göstərmək. Nə gözəli olar. Və Qərib Cinlər Diyarında fikir verin, aktyorların, demək olar, əksəriyyəti bizim aktyorlardır. Sonra, məsələn, Ələddinin Sehirli Çırağı, orada Hüseyn Ağa Sadıqov vəziri oynayır. Görürsün necə? Sonra Sehirli Xalat filmi. Aktyorlar var idi. Gör kimlər olur. Bəli. Hüseyn Ağa Sadıqov çox belə, yəni adam xatırlayanda deyir ki, doğrudan da əgər gənc nəsil bilsə ki, o səhnədə kimlər olub, yəni bu gəlişi gözəl sözlər deyil. Yəni orada Süleyman Ələsgərov olub, Firəngiz Şərifov olub, sonra yadıma düşdükcə deyirəm. Əliağa Ağayev olub, bizim teatrın aktyoru. Bəli. Onu bilmirdim. Əliağa Ağayev bizim teatrda çalışıb və onun deməli Hambalı olur, indi adını unutdum, həmin aktyor da bizdə çalışıb. Onlar deməli Hacı Qəmbər tamaşasında Əliağa Ağayev Hacı Qəmbəri oynayırmış, o da onun qulluqçusunu oynayırmış. Və Olmasın bu olsun filmi çəkiləndə rejissora müxtəlif aktyorları təqdim eləyirlər. O deyir, yox da, bu istədiyim aktyoru mən tapa bilmirəm. Və bir gün gəlir bizim teatrda o tamaşaya baxır və vurulur Əliağa Ağayeva, deyir ki, budur məştibat. Qulluqçusu da, Hambalı da, bax, bu aktyordur. Və onların ikisini də elə oradan teatrdan götürürlər. Teatrdan çəkirlər. Və belə də populyar olurlar. Bəli. Elnur bəy, Qaraca qızdan başqa nə tamaşası var? Yəni repertuarda. Bax, 35 ildən sonra tamaşasına gəldim, baxdım. Çox belə məmnunluq hissi ilə baxdım. O kollektivi də buradan salamlayıram. Gözəl bir tamaşa idi, gözəl hisslər buraxdı. Hətta mən qeyd elədim ki, bu il tamaşalar sırasında yəni o final mənə çox təsir elədi. Ümumiyyətlə Qaraca qız var, 35 repertuarda. Baxın, milli klassikada. Kod adı və xada var. Bəli, Kod adı və xada. O da var. Sonra Kod adı və xada, bax sizə deyim. Sonra o üzr istəyirəm, Tanrıdan gələn orada yox. Yoxdur. Sonra hansı tamaşalar var? Lənkəran xanım vəzirində oynayıram. Orada bir neçə rol oynayıram. Sonra Müsyo Jordan və Dərviş Məstəri Şahda deməli Şahbaz bəy oynayıram. Sonra Dəlixanada qətl tamaşasında müfəttişi oynayıram. Onu görməmişəm. O da çox gözəl tamaşadır. Sonra onun kimdir rejissoru? Cənnət xanım Səlimov. Cənnət xanım. Siz Cənnət xanımın aktyorusunuz da? Mən hamısının aktyoruyam. Bilirsiniz necə, mən belə bir hərdən belə bir fikir olur. Deyirlər, məsələn deyirəm də, rejissor komandasını yığanda o sevdiyi
Elə bir sanki döyüşə gedir də, düzdürmü? Öz aktyorları olur da. Öz aktyorları yəni, artıq onlara güvənir də. Güvəndiyi aktyorları ki... Yəni bilir ki, artıq bu arxayınam da, bu oynayacaq. Bəli. Yəni mən hiss edirəm ki, mən həmin aktyorların sırasındayım. Cənnət xanımın. Yox, ümumiyyətlə. Yəni rejissorlar mənə hamısı rol veriblər. Hamısı Nicatın da tamaşalarında oynamışam, Balaca kişilərdə İbrahim Xəlilxan oynayıram, bəli. Nicatın çox tamaşalarında oynamışam. Leyli Məcnunda yoxsuz? Varam, Zeydi oynayıram. Leyli Məcnunda. Məcnunun dostu, bəli. Bəlkə mən gələndə baxanda... Ola bilər başqa aktyor oynayır. O görməmişim orada. Dublyorum var, bəli. Leyli Məcnun, o da repertuardadır. Bəli. Sonra uşaq tamaşalarında Elşad Rəhimzadənin tamaşalarında oynayıram. Şirinlər, sonra bu Cırtdanino, sonra Gulliver Cırtdanlar diyarında. Yəni bax belə. Demək olar ki, repertuarda olan 90% tamaşalarda var. Ay maşallah, maşallah. Bu özü bir aktyor üçün bu özü bir uğurdur da. Yəni aktyor görünməlidir. Elnur bəy, ümumiyyətlə Çuzun tamaşaları, ümumiyyətlə Çuzda belə bir abu-hava var. Kollektiv çox belə sıcaq türklər demişkən, sıcaq bir abu-hava var. Hamı bir-birinə, mən elə görürəm ha kənardan, lap içə girmirəm. Yəni, bax bugün danışmasaq da olmaz. Çünki bizim izləyicilərimiz var ki, teatrallar da daha çox bizi izləyən. Yəni, mən həmişə deyirəm ki, kəmiyyətə yox, keyfiyyətə üstünlük veririk. Qoy bizi 10 nəfər izləsin, amma yəni, qiymət verən insanlar izləsin. Yəni, bugün teatrlarda biraz qalmaqallar böyüyüb, yəni hamımız bilirik, sosial şəbəkələrdə bu yayılır. Yəni, yəqin ki, sizin teatrdan da bu yan keçmir. Ara sıra belə şeylər olur da, indi teatrda, kulisdə bu olur. Ümumiyyətlə, bir aktyor kimi necə düşünürsünüz? Buna münasibət aktyor bildirməlidir və yaxud aktyor neytral mövqedə olmalıdır? Yəni, görürsən, sosial şəbəkədə paylaşırsan, neytral mövqedə olanlar daha çoxdur. İndi biz jurnalist kimi paylaşmalıyıq, bu bizim borcumuzdur, münasibət bildirməliyik. Amma görürsən, aktyorlar biraz elə bir ki, yəni kənara çəkilirlər və yaxud aktivlər də var. Ümumiyyətlə, necə olmalıdır vəziyyət? Sizin, baxın, əvvəla oradan başlayaq ki, aktyorlar xüsusi bir xasiyyətə, sonra düşüncəyə, yəni seçilmiş insanlardır aktyorlar. Yaradıcı insanlar. Yaradıcı insanlar və seçilmiş. Onların işlədiyi alətləri, ruhlarıdır, psixologiyasıdır, ağlıdır. Yəni, onlar ruhlar aləmi ilə işləyirlər, aktyorlar. Və aktyorlar yalan uydurub səhnədə, yalan uydurub ona inanan və inandıran sənətkarlardır, insanlardır. Bunun yəni analogu yoxdur. Belə bir peşə sahibləri yoxdur. Yalan uydurur və öz yalanına inanır və sizi də inandırır, tamaşaçıları da inandırır. Bəli. Yəni, bunlar artıq biraz qəribədir də, düzdürmü? Tamam, başqa bir insandır bunlar, düzdürmü? Və bunlar daima himayədə, daima tarixən belə olub. Daima, belə deyək, nəvaziş altında olmalıdır. Daim bunlar qorunmalıdır. İndi nəyə gəlirəm? Və eyni zamanda bunlar uşaq təbiətli, emosional, çılğın olurlar. İndi sözümü nəyə gətirirəm? Yaradıcı prosesdə çox şey olur, tarixən olub, inanın, bax. Hökümə Qurbanovanın vaxtından, biz elə, həmişə müəllimlərimiz bizə danışırdılar, Ələsgər Ələkbərov qapını çırpdı, getdi, dedi, sən kimsən ki, mən... Normaldır. Və heç kəs də bunu ağartmazdı və hər şey öz yoluna düşərdi. Rejissor da barışardı, aktyor da sonra səhv almayan. Bəlkə indi də ağartmırlar, sadəcə olaraq var da, bu problemlər yaranır. Və bu normaldır. Hətta məsələn deyir ki, bir gün bir aktyor gəlir, məsələn, rejissorun qapısını çırpıb, məsələn də 50 il bundan öncə. Və girib içəri, ona ağzına gələni deyib, sevib, batırıb, belə falan. Sonra bir müddət sonra rejissor tamaşa qoyur, ona başrol verib. Deyiblər ki, bəs axı səni söydü. Nə olsun, o aktyordur, talantı var. Çox gözəl. Deyir ki, o həmin günü gələn onun özü deyildi, deyir. O həmin vaxtın filan kəsi idi, amma mənim tanıdığım filan kəs tamam başqa cür insandır. Bax, yaradıcılıq budur. Bəli. O çılğın adamdır, həmin vaxtı deyir, o atmosferdə mənə nə istəsə deyə bilər, o problem deyil. Amma sonra deyir, o qayıdır axı özünə. Və mən həmin o özünə qayıdan aktyora verirəm o rolu. Və həmin tamaşanı qoyur və çox uğurlu tamaşası da alır. Ümumiyyətlə, teatr rejissorundur ya aktyorundur? Nə düşünürsünüz? Aktyorundur. Aktyor, ay sağ ol. Aktyorundur. İndi
burada sadəcə olaraq burada çözülən bir problem var ki, çox sadə bir problemdir əslində, çözüləsi bir problemdir ki, aktyor-rejissor münasibətində mənə elə gəlir ki, hər ikisi də yəni bu yaradıcılıq müstəvisində həll olunmalıdır. Nə ona yəni rejissoram deyib təzyiqə məruz qalsaz aktyor kimi. Yəni bir olmaz. Rejissor həmişə aktyor fikir bildirərsiniz. Olmaz. Baxın, rejissor şəxsi münasibət zəminində nə istəyirsiniz, harda istəyirsiniz gedin danışın. Amma məsələn sən əgər rejissorsansa, aktyorları sevməlisən. Sevməsən belə o prosesdə, o necə deyirlər, tamaşa və məşq müddətində ona qayğı göstərməz. Necə ki, aktyor yalandan uydurur, yalandan oynayır. Sən də yalandan uydur ki, sevirəm səni. Ay sağ ol. Aktyor da, inanın, evdə məsələn uşaqlarımız olur da, baxın, bir dəqiqənin içində gah belə olur, gah belə olur. Ona nəvaziş göstərən kimi ipə sapa yatır və sən dediyini eləyir. Aktyor da elədir. Həmişə tərifi sevir, ona nəvaziş göstər, başını sığalla, de ki, səndən yoxdur, belə. Getdi özündən aktyor. Bəli, çox təəssüf ki, bəzi... Ona belə atanda bir şey, söz atanda və yaxud acılayanda o özündən çıxa bilir. Bir şey də deyim və buna aydınlıq gətirək. Yəni bu proseslər daim teatrlarda olur. Yox, mən dedim ki, aktyor konkret sualımı qoydum. Bu qalmaqal sosial şəbəkələrdə yayılır. Bir teatrda bir problem olur. Yəni artıq bilirik söhbət hansı teatrdan gedir, nədən gedir. Yəni biz də biganə qala bilmərik. Bu bizim ana teatrımızdır, bizim teatrlarımızdır, Azərbaycan teatrıdır. Və deyirəm ki, aktyor münasibət bildirməlidir və yaxud elə oxudu keçdi. Necə olmalıdır bu? Yəni mən jurnalist kimi mövqe bildirməliyim. Yox, oxudu keçdi. Oxudu ki, ona dəxli yoxdur. Dəxli yoxdur və bunu işıqlandırmağa da heç ehtiyac yoxdur. O kollektivin öz işidir. Öz içərisində yaradıcı prosesdə başlayır. Axı onlar niyə onda bunu üzə çıxardırlar? Onu mən bilmirəm. Və niyə bu üzə çıxır? Ümumiyyətlə, niyə bu üzə çıxır? Əgər baxın, məsələn, bir televiziya var idi. Həmin televiziya tez-tez məsələn hansısa bir kollektivin və yaxud belə bir teatrın problemlərini qaldırır. Bu teatrda filan problem var, filan problem var. Bir gün mən o televiziyaya getmişdim, baxdım ki, yeməkxanasından tutmuş, üzr istəyirəm, ayağı yolunusuna qədər problemi var. Amma nədənsə elə özündən razıdır. Başqasında problem axtarır. Sən birinci öz problemləri həll elə. Deməli, səndə də var problem də. Yəni, hər kollektivin özünün problemi var, lazım deyil onu işıqlandırıb. Elnur bəy, normal dediniz ki, bütün dünya yaranandan problemlər də var, teatr yaranan intriqalar da var. Yəqin ki, bunlar da öz əlini tapacaq. Amma yaradıcı insanlar, ümumiyyətlə, mən düşünürəm ki, İnsan olan heç nəyə biganə qalmamalıdır. Elə hər şey birinci biganəlikdən başlayır. Başa düşürsünüz? Əgər bugün mən biganə qalsam, siz, o və onda, nə bilim valla, onda mənə elə gəlir yaşamağa dəyməz. Yox, gəlin belə danışaq. Məsələn, sizin ailənizdə... Konkret teatrdan demirəm, ümumiyyətlə. Sizin ailənizdə mən özüm... min dənə hadisə olur. Ailədə mən özüm bu problemi həll eləməliyəm. Bəli, tam doğru. Mənim ixtiyarım yoxdur axı. Məsələn, qonşuda səs gəlir, qırğındır, davadır. Mənim ixtiyarım yoxdur ona müdaxilə eləyim. Olub, məsələn, dəfələrlə, filmlərimizdə də var. Gedib açıb qapını ki, sən niyə bu deyil, sənə nə var? Arvad çıxıb, bizim bir tamaşamız var. Onda ailə başçıları elə eləməlidirlər ki, o söhbətlər yayılmasın da. Yayılmasın, əlbəttə. Yəni, içdə qalsın. Qalsın içdə və sənin ixtiyarın yoxdur, gedib müdaxilə eləyəsən ki, nə olub, burada nə baş verib. Özləri bu sizin versiyanızdır. Çox maraqlı versiyadır. Nə bilim, mən belə düşünürəm. Məsələn, bizim teatrda, məsələn, mən indi illəri yadıma salıram. Məsələn, tutaq ki, hansısa bir bədii şuranın iclasında olub mübahisə, yaradıcı müəssisədir də, yəni o şəxsi münasibətlər zəminində deyil ki. Bu qalmaqal böyüyəndə artıq anormallığa gedir. Sonra orta məxrəcə gəliblər, sonra əl verib, öpüşüb, görüşüblər, ayrılıblar. Yəni, burada nə var ki, sadəcə olaraq o vaxtı belə sosial şəbəkələr yox idi. İndi hər şey buna bağlı. Bunu heç işıqlandırmırdılar. Bəli. İndi artıq hamı işıqlandırır. Amma indi... Sizcə bu yaxşıdır ya pisdir? Pisdir. O qədər işıqlandırılmalı məsələlər var ki, gəlin mən sizə deyim, gedin filan şey işıqlanın, gelin. Bəli, problemlərimiz daha çoxdur. Onu işıqlandırmırlar.
Nədənsə bilirsiniz mən nə qəribə gəlir. Həmişə mən deyirdim ki, nə yaxşı ki, teatr uzaqdır qalmaqaldan, teatr uzaqdır. Bu show biznesdə bilirik də, görürük də, danışırlar, onun maşını, onun evi. Yəni artıq alışmışıq. Amma nə gözəl ki, teatr biraz başqa atmosferdir. Bu klassik bir məkandır. Burada insan dincəlir. Amma çox təəssüf ki, bəzi reyting xatirinə, reyting uğrunda çalışan jurnalistlər və onlar üzdədirlər təbii ki. Onlar can atırlar ki, artıq aktyorları buna sövq eləyirlər. Və mən buradan da özümü tutub bizim gözəl sənətkarlarımıza deyirəm ki, reyting naminə belə müsahibələr verməyin. O jurnalistlər sizdən istifadə eləyir. Nəticədə onun verilişi reytingdə, o reytingdə qalır, verilişi qalır və nəticədə siz özünüzü yəni artıq gözdən salırsınız. Sənəti də, özünüzü də. Yəni özünə hörmət eləyən adam müəyyən şeyləri orada-burada danışmaz. Nə danışmaq lazımdırsa da, yox, indi bildiniz də söhbətlərdən gedir. Bu məsələyə son qoyaq. Yəni bizim ixtiyarımız yoxdur ki, hansısa bir teatrda nə baş verir, biz ona münasibət bildirək. Biz bunu eləməməliyik. O teatrın öz işidir. Söhbət aktyorlardan gedir. Bəli, o teatrın öz işidir, o aktyorların öz işidir, o rejissorların öz işidir. Ona biz qarışa bilmərik. Elnur bəy, etik baxımından da düzgün deyil, hüquqi baxımından da düzgün deyil. Mən sizin fikrinizə sayğı ilə yanaşıram. Bu sizin individual fikrinizi və çox gözəl ki, yaradıcı adam yaradıcılıqla məşğuldur. Elnur bəy, lap son tamaşamız Qaraca qız oldu, eləmi? Uşaq tamaşası idi. Və mən keçən dəfə də bir xanım aktrisa burada idi. Ümumiyyətlə, bu uşaqlara oynamaq, yəni biri var ki, artıq müəyyən təbəqə gəlir, baxır, tamaşalar. Biri var ki, uşaqlarımız da, yəni onlarla təmas aktyora nə verir? Məsələn, Elnur müəllimə nə verir? Əvvəla bu çox çətindir, uşaqları razı salmaq, onların rəğbətini qazanmaq, amma eyni zamanda onları xoşbəxt eləyəndə, onların üzündə o təbəssümü görəndə adam elə bil ki, nə bilim, göylərdə olursan da. Yəni xoş. Çox xoş olur. Bax, mən özüm neçə illərdir. Qaraca qızda kimi oynayırsın? Bəyi. Ağcanın atasını da. Ağcanın atası. O pis bəy deyil ki. Yox, yaxşı bəy. O yaxşı bəydir. O birisi pisdir. Bəli, bəli. Mən özüm, məsələn, neçə illər uşaq verilişləri aparmışam. İndi də Günəş TV ilə təmasımız var, bilirəm. Nəsə rast gəlmişəm. Bəli, indi hal-hazırda dayanıb çəkilişimiz. Onun da müəyyən səbəbləri var. Amma yəni müxtəlif illərdə dayanmadan, ardıcıl olaraq bu uşaq verilişlərini aparmışam. Çəkiliş prosesləri çox çətin olur uşaqlarla filan. Amma yenə deyirəm, o ki, indi illər keçir. Vaxtı ilə sənin verilişvə gələn 5 yaşında uşaq, indi artıq 20 yaşındadır, sənə yaxınlaşır. Öz uşağını gətirir. Deyir ki, mən sizin verilişinizə gəlmişdim. Baxın, telefonda göstərir. Və indi artıq mənim uşağım olub, indi onun 5 yaşı var, gətirmişəm sizin verilişinizə. Nə gözəl. Bəli, bu çox xoş olur adama. Stimul verir insana. Bəli, stimul verir. Düşünmürsünüz ki, qocalıram, vaxt gedir. Ümumiyyətlə, qocalığa münasibət necədir? Yəni, artıq o gətirir uşağını. Deməli, müəyyən vaxt keçib də. Bəli, bəli. Hiss eləmirəm. Deyirəm, illər necə keçdi? Sən necə yaşlaşmısan? Amma özündə xəbərin var. Mən də sizə bir sual da verəcəm. Maşallah, necə belə gənc qalmısınız? İdmanla məşğul oluruq, fəhri saxlayırıq. Yox, belə yəni, əsas ruhum belə deyə sağlamdır, bəli. Heç kimə pislik eləmirəm. Sonra Elnur bəy recept verir. Ədavətim yoxdur, heç kimin ədavəti. Hamının yaxşılığını istəyirəm. Sonra üzü gülərəm, hamını görəndə pozitiv dindirirəm. Sonra necə deyim, sənin problemlərinə, dərdinə acıyıram, xoşbəxt günlərinə sevinirəm. Nə gözəl. Vallahi, yəni ki, yəni belə insanlar çox azdır, çox təəssüf ki. Belə insanlar çox azdır. Ünsiyyətdə olduğum insanlara da bunu tövsiyə edirəm. Şagirdlərimə, tələbələrimə bunu da tövsiyə edirəm. Yeri gəlmişkən... Şagirdlər, tələbələr, bax, bu məqama toxunar. Bəli, bəli. Yəni ki, mən müxtəlif mədəniyyət evlərində belə kurslar təşkil edirəm və uşaqları cəlb edirəm o kurslara. Neçə yaş? 5 yaşından tutmuş, 15 yaşına qədər, 16 yaşına qədər. Məsələn, konkret hansı mədəniyyət evində? İndi hal-hazırda Şüvalan qəsəbə mədəniyyət evindəyəm. Nə gözəl. Orada Ulduz Uşaq Teatr Dərnəyi yaratmışam. Bəli, tamaşalar hazırlayıram orada. Nə bilim, güc birlikdədir.
Bəli, dərs keçirəm onlara. Sonra özüm də onlarla oynayıram. Bu bir proje kimi də, proyekt kimi. Çox gözəldir. Bəli. Yəni orada indi Mədəniyyət Sarayı məsəl üçün nə bilet satırlar, nə edirlər. Yetər ki bizim kostyumların orada pulu çıxsın sonra. Yəni mən demək olar ki təmənnasız orada çalışıram. Amma kurslar indi pulludur axı, hamı təşkil eləyir də bu dəqiqə. Mən bildiyim qədər bu dəqiqə teatr kursları var və onlar ayda 100 manat nə qədərsə ödəniş edirlər və mən bunu dəqiq bilirəm. Mən biraz fədakaram. Yəni aktyorlar var ki, bu dəqiqə indi mən sizə deyərəm, yəni onlar təşkil eləyirlər, arendada verirlər, yəni aktyorlar hazırlayırlar. Bilsiniz mən yönəldim, mən də gedim orada dərs deyim. Sertifikat da verirlər, bilmirsiniz bunlar bilir? Yox, mən bilmirəm. Mən pulsuz eləyirəm. Mən vallahi yəni ki neçə illərdir. Yəni çünki tələbat var, aktyorluğa tələbat var. Mənə elə gəlir ki, ildən ilə də bu artır. Nə məsələdirsə insanların yəni indi çox gözəl bir məqama toxundunuz. Çox gözəl bir məqama toxundunuz və mən o məqamı burada qabartmaq istəyirəm. Baxın, mənim o dərslərimdə iştirak edən uşaqlar əvvəllər gələndə çox belə özünə qapanıq, sonra belə necə deyim, utancaq uşaqlar idilər. Artıq bir 2-3 ayda onlarla bir yerdə bu tamaşalarda iştirak edirik. Artıq görürəm nə qədər bunlar açılışıblar, sərbəst fikirlərini ifadə edə bilirlər. Nə gözəl. Tamaşaçı qarşısında utanmırlar. İndi onların hamısı aktyor olmayacaq ki. Təbii. Onlar özdə indidən demişəm, məsələn səndən aktyor olmayacaq. Rejissor da ola bilər. Sən gözəl səs rejissoru olacaqsan. Qəşəng səs idarə edir. Bəs onda nəyə gəlir ora? Sadəcə olaraq indi nəyə gətirim fikrini? Bunlarda ki o utancaqlıq, o özünə qapanma var, onlar yoxa çıxır. Və mən burada müraciət edirəm Təhsil Nazirliyinə. Bütün məktəblərdə teatr dərnəkləri, teatr dərsləri olsun, əziz Təhsil Nazirimiz. Baxın, bu problemlə siz üzləşmisiniz, bu yaxınlarda mən bunun şahidi oldum. Çox gözəl. 40 il işləmiş müəllimlərdir. Gəlirlər 11-ci sinif buraxılış günü çıxış eləyir. Əlində mikrofon əsir, həyəcan keçirir və özünü itirir, sözlər yadından çıxır. Bunu qoyduq bir kənara. Gəlir imtahan verməyə, öz tədris elədiyi neçə illik o bilgisini orada qeyd edə bilmir. Və səbəb də gətirir ki, mən çox həyəcanlandım. Bildiniz? Yəni bu həyəcan hissinin yox olması üçün hansı peşə sahibi olursa olsun bu uşaqlar gələcəkdə bu aktyorluq dərsləri olaraq keçirilməlidir ki, bu tamaşalarda bunlar oynamalıdır ki, bu hisslər bunlarda olmasın, bu həyəcan hissi. Sərbəst olsunlar. Çox gözəl. İnanın, yəni başqa millətlər bundan əziyyət çəkmirlər. Amma bizim vətəndaşlarımız mikrofonu uzadan kimi çox həyəcan keçirdirlər, özlərini itirirlər. Nə danışacaqlarını bilmirlər. İndi tək-tük deyil adamlar. İndi artıq hamı TikTokda, orada, burada var, hələ də var. Baxın, mən müsahibə alıram. Məsələn, gedirik məktəblərə. Müəllimə deyir, nə danışacağam, nə edəcəm? Həyəcan keçirir. Ay müəllimə, siz auditoriya qarşısına çıxırsınız. Deməli, auditoriya qarşısına çıxmaq elə o demək deyil. Sən tamaşalarda müxtəlif obrazlar oynamalısan, bildiniz? Bu hissəndə artıq ölməlidir, bu həyəcan hissi keçməlidir. Özü müəllimələr. Bəli. Çox İndi yenə də deyirəm. Maraqlı məqamdır. Baxın, siz maşın ustası da ola bilərsiniz, siz həkim də ola bilərsiniz. Siz öncə bax bu tamaşalarda çıxış eləməlisiniz. İnanın, çox xeyri olacaq. Və hansı ki məktəb bunu təşkil edir, onlarda xeyli irəliləyiş var. Elnur bəy, bu çox gözəl missiyadır. Çox xeyirxah bir missiyadır, lazımlı bir missiyadır. Hətta bizim deməli teatrda Mədəniyyət Naziri bilirsiniz ki, bizim hörmətli Adil Kərimli mütəmadi olaraq görüşlər keçirir bütün kollektivlərlə və orada bu məsələ qaldırıldı. O da dedi ki, mən bunu Təhsil Nazirinə təklif eləyərəm, düz deyirsiniz. Ən azından məsələn elə fənlər var ki, onun həftədə 4 dəfə yox, 3 dəfə keç, həftədə bir dəfə teatr dərsi keçirilsin. Əladır. Nə gözəl olar. Əladır. Musiqi dərsi keçirilir. Bəli, bu da bir təbliğatdır. Bu da bir təbliğatdır. Əlbəttə ki. Onsuz da lazımlı təbliğatdır. Məktəblərdə bədii qiraət günləri filan tədbirlər keçirilir də. Bizi məcburi uşaq vaxtı teatra, sirka aparmırdılar. Bəli. Məcburi bilet almırdıq və gedirdik, məcburi gedirdik, amma gedəndən sonra deyirdik, bu başqa aləmdir ki, teatr bir aləmdir. Sosioloqlar deyir ki, 11 yaşına qədər uşaq əgər teatra gəlməyibsə, sonra onun teatra həvəsi olmur.
O deməli 11 yaşına qədər mütləq bir dəfə də olsun teatra gəlməlidir. Aha. Yəni maraqlı bir, xeyirxah bir addım. Baxın, indi mən məsələ o Şovalandakı o mədəniyyət evində o uşaqları mütəmadi olaraq oynadığım tamaşalara gətirirəm. Nə gözəl. Bəli. O qədər sevinirlər. Elnur müəllim çox xoşumuza gəldi. Görürsünüz. Sonra təşkil edirəm. Bəlkə də onların içindən bir aktyor çıxacaq. Bəli. Mütləq çıxacaq. Mütləq. Çıxmasa belə, deyək ki, o adam böyüyəndə bir injinerdir, düzdürmü? Artıq hər onun axşam ailəsi ilə gələcək teatra. Uşaqlarına deyəcək ki, teatr artıq bir ziyalı yetişir. Bəli. Başa düşürsünüz? Çox gözəl missiyadır. Mən ümumiyyətlə görürəm ki, siz bir aktyor yox, həm də bir maarifləndirici bir missiya daşıyırsınız. Bəli. Həm aktyor kimi, həm də bir ictimai fəal bir insan kimi. Bu çox gözəldir. Mən ümumiyyətlə belə insanları çox sevirəm. Çünki doğrudan da mən istəyirəm ki, bəli, sən öz hüquqlarını biləsən, vətəndaş kimi. Teatrla təmas nə deməkdir? Teatrla təmas aktyorla təmas deyil, ədəbiyyatla təmasdır, musiqi ilə təmasdır, baletlə təmasdır. Burada nə qədər peşələr yığılıb. Sən bir tamaşaya baxmaqla artıq sən bir klassik əsəri oxudun, bitirdin. Sən o vaxtın yoxdur oxumağa, gəldin Anna Karenina baxdın. Artıq sən bilirsən ki, Tolstoy nə yazıb və yaxud Misyon Jordana baxdım, bildin Axundov nə yazıb. Yəni çox gözəl. Bir dəfə bir poliklinikada bir xanım, tibb bacısı, həmişə belə salamlaşırıq. İndi ora gedəndə salam, necəsiz müəllim? Bir dəfə necəsə olub, bunlarda həmkarlar komitəsi bunlara bilet verib. Təsadüfən. Təsadüfən. Bu gəlib baxıb Misyon Jordan Dərviş Məstəri Şaha. İndi məni görüb poliklinikada deyir ki, Elnur müəllim, öldük gülməkdən. Bizə necə ləzzət elədi. Orada deyir, dua eləyirik, Dərviş öldük gülməkdən filan gülməyi bir yana. İndi görsə maariflənib. Orada söhbət gedir ki, bu xurafata inanmayın da. Qadınlar güya elə hesab edirlər ki, güya Dərviş vasitəsilə Şahbaz bəy bəlkə də heç o əsəri oxumayıb. Əsəri oxumayıb. Amma nə qədər maarifləndirici bir missiyası var. Və ağız dolusu bütün o oturduğu otaqda hamıya danışdı. Bəli. Artıq özü də düşündü. Onlar dedi, biz də gedəcəyik gələn dəfə. Sonra gələn dəfə fikir verirəm, mən tamaşada oynamıram, tamaşaçı kimi baxıram öz tamaşamıza. Baxıram, görüm, xanım gəlib. Yanında da başqaları. Nə gözəl. Artıq müəyyən bir təbəqə yaranır və bu missiya davam eləyir və nəticədə odan da bizim millətimiz olur ki, yəni təbliğatda oluruq, müəyyən, yəni sənətlə təmasda oluruq. Fərhan, özünüz məndən çox gözəl bilirsiniz, teatrlar bir xalqın vizit kartıdır. Əlbəttə. Turist gələn kimi birinci teatrların binalarını axtarır. Əlbəttə, özü bizdə gözəl də binalar var. Birinci, qarşısında şəkil çəkdirir. Arxitekturlu binalar var. Şəkil çəkdirir, sonra da artıq repertuarla maraqlanır, girir, baxır. Elnur bəy, yeri gəlmişkən, bax, belə gözəl missiyanızdan danışırsınız. Özünüz sənət yoldaşlarınızın, başqa-başqa teatrların tamaşalarına gedib baxırsınızmı? Bəli, mütəmadi. Məsələn, sonuncu dəfə hansı tamaşaya baxmısınız? Dram teatrına İblisə baxdıq. İblis və Mehriban xanımın tamaşası. Və necədir münasibət? Normal. Bəyəndiniz tamaşanı? Normal. Aha. Az dramaya gedirsiniz, Ruski dramada yapıldı da gedirsiniz Rus dram teatrına. Bəli, bilirsiniz necə, bizdə eyni vaxtda düşür tamaşalar, şənbə, bazar günü. Ona görə biz ən çox, yəni nə vaxt tamaşada olmuruq deyə olmayan günləri gedə bilirik. Məsələn, indi sabah inşallah Cəfər Namiq Kəmalın oynadığı müfəttiş tamaşasına gedib baxacağıq. Nə gözəl. Sabah boşluqdur. Dəvətnaməviz var. Bəli. Lap yaxşı. Buradan da Cəfər bəyi təbrik edirik. Bəli, gözəl sənətkarımız. Yubileydir, eləmi? Yeri gəlmişkən bir şeyə aydınlıq gətirək. Bizim, deməli, Milli Dram Teatrının ən əzəmətli aktyorları Gənc Tamaşaçılar Teatrının yetişdirmələridir. Bəli, Cəfər Namiq. Ağadadaş Qurbanov. Bəli. Əliağa Ağayev. Bəli. Sonra Əminə Yusif qızı, sonra Cəfər Namiq Kəmal, Tofiq Hüseynov, Elşən Rüstəmov. Elşən Rüstəmov hal-hazırda da çalışır. Bəli. Yəni onlar hamısı bizim teatrın yetişdirmələridir. Orada yetişib, böyüyüb, qanadlanıb gediblər dram teatrına. Bəli. Elnur bəy, nə gözəl ki, tamaşalara da gedirsiniz, yəni sənət yoldaşları ilə fikir mübadiləsi olur. Bu çox gözəldir. Yəni hər aktyor bunu eləmir. Onu da açıq deyək. Çünki tənbəl aktyorlarımız var, deyir ki, vaxtım yoxdur, mənim vaxtım yoxdur, amma mütləq vaxt tapmaq lazımdır, düşünürəm ki. Çünki oradan da nəsə götürürsən də, yəni o mənada. Elnur bəy, ümumiyyətlə rəhmətlik, Allah rəhmət eləsin, Ramiz Sərkərova bir dostumuz var idi.
O həmişə deyirdi ki, həmişə söhbət eləyirdik, müsahibələrində də deyirdi, Azərbaycan televiziyasında da var bizim müsahibəmiz, həmişə deyirdi ki, Hamleti oynamaq istəyirəm. Yəni, böyük bir arzu var idi, amma arzu gerçəkləşmədi. Yəni, aktyorun ümumiyyətlə elə aktyor var ki, o deyir ki, mənim arzum yoxdur. Mən rejissor nə verirsə onu oynayıram və gözəl oynayıram, bu mənə bəs eləyir. Bəli. Amma elə aktyor var ki, arzusu var ki, yəni mən vaxt keçir, məsəl üçün Hamleti oynamaq istəyirəm və yaxud Xurşud Banın Natəvənində oynamaq istəyirəm. Elnur bəydə belə bir sıxıntı varmı ki, mən bu rolü hələ oynamamışam? Yəni bu rol mənimdir, amma mənə verməyiblər. Bax, mən həmişə deyirəm ki, bizi rejissorlar daha yaxşı görürlər, nəinki özümüz. Və əgər rejissor səndə bu rolü görürsə və səni inandırırsa ki, sən bu rolü yaxşı oynayacaqsan, əla oynayacaqsan, deməli o işə girişməyə dəyər və o tamaşada oynamağa dəyər. Amma mən çox şey belə deyək, arzulaya bilərəm. Amma elə şey var ki, mənlik deyil. Məsələn, indi görürəm də bəzi aktyorlar. Mən məsələn filan şey oynamaq istəyirəm. Baxıram həm vizual olaraq, həm onun belə dünya görüşünə, həm istedadına. Deyirəm, axı sən onu oynaya bilməzsən. O rol hara, sən hara. Amma əsas rejissor inansın sənə və səni inandırsın. Rejissor səni sevsin, desin ki, sən onu oynayacaqsan, bacaracaqsan. Siz o tip aktyorlardansınız. Bəli. Mən o tip aktyorlardanam. Rejissor məni sevsin. Desin ki, qorxma, sən bunu bacaracaqsan və sənlə o yola getsin. Və bir də onda görürsən ki, rejissor elədir də, səni elə alladır, elə inandırır. Bir də görürsən ki, sən artıq hadisənin içindəsən, o möhtəşəm, sehirli dünyanın içindəsən. Yəni elə bir arzu yoxdur ki, mən bunu oynamalıyam. Yox, mən başrolda bunu oynamalıyam. Nə vaxtsa rejissoru aktyorlar var. Özləri də qoydururlar. Mən bilirəm də bunları AzTV dövründən var idi. Özləri tapırlar, qoydururlar, sponsorlarla əlaqə edir. Bəli. Yəni belə şey yoxdur. Yox. Elnur bəydə yox. Var, amma onları deməyəcəm. Çünki içimdə inamsızlıq var ki, qorxuram ki, alınmaz. Hə, rejissor bunu görməlidir. Və görməlidir. Qorxuram ki, məndə alınmaz. Özümü biabır eləyərəm. İndiyə qədər, məsələn, belə yaxşı rollar oynamışam, rejissorların etimadını doğrultmuşam. O ki, qaldı bizim mərhum aktyorumuz Ramiz Sərkərova. Allah onu qəni-qəni rəhmət eləsin. Mənim ilk rolum, mənim Ağ Göyərçinin tamaşasında, deməli, Aqil rolü idi. Ramiz müəllim də orada mənim sevdiyim qızın qardaşını oynayırdı. Bilirəm, mən. Ramiz müəllim onda artıq 40 yaşı var idi, səhv eləmirəmsə. Məndə 19 yaşım var idi. Çox böyük dəstək olurdu gənclərə və o çox önəmli bir şeydir. Yəni, biraz təcrübəli aktyorun gənc, yeni gələn aktyora dəstəyi. Ümumiyyətlə, Ramizdə olan sənət yanğısını hamı bilirdi. Məni öz otağında əyləşdirirdi, yedizdirirdi, nə bilim, deyim Ramiz müəllim. Nə müəllimi? Müəllim nədir? Ramiz deyirəm mənə ki, səmimiyyət yaransın. Həm də özünü cavan saxlayırdı. O elə bilirdi, həmişə elə bilirdi ki, Ramiz Sərkərov cavan oğlandır. Və həmin tamaşada təsəvvür edin, bax, Ramiz Sərkərov, Naibə Allahverdiyeva, mənim Ağ Göyərçin, Qaydanamı oynayırdı, Gülşən Qurbanova, Azər Mirzəyev. Hətta indi aparıcı olan, indi ictimaiyyətdə aparıcıdır o xanım. Bəli, Vüsalə xanım orada oynayırdı. Çox gözəl oynayırdı. Və o tamaşada artıq, baxın, mən orada inanmırdım ki, mən bunu bacararam. Loğman Kərimov, Allah ona can sağlığı versin. Amin. Loğman Kərimov Milli Gənc Tamaşaçılar Teatrında o illərdə intibah yaradan bir sənətkarımızdır. O illərdə süst, belə deyək, yatmış bir kollektivi Loğman Kərimov oyatdı. Onlarda, bax, o dediyim inamı yaratdı. İllərlə səhnəyə çıxmayan aktyorlara rol verdi. Sən bunu bacararsan. Xanın arvadını verdi, xan verdi, nə bilim, birinə şah verdi. Sən bunu bacararsan, o ki, onlarla işləmişdi, potensialı bilirdi. Amma aktyorlarda ümidsizlik yaranmışdı ki, filmlərdə oynamırdılar, tamaşalarda oynamırdılar. Müharibədən çıxmış aktyorlar idi, 90-cı illərin sonuydu da, 98-də mən gəldim. Mahmud Məryəm, mənim Ağ Göyərçinim, Ölüm hökmü, Ağ Dəvə. Ərizə tamaşası var idi. Ərizə, hə, o əvvəl idi. Əvvəl idi. Hə. Yəni tamaşalar var idi, anşlaqla gedirdi. Məsələn, mənim Nübar xanımın tamaşası Ərizə. O tamaşa necə belə... O 90-cı illərdir. Ramiz Sərkərov. O 90-cı illərdir, yəni ki, əvvəlləri idi. Mən indi deyirəm ki, 90-cı illərin sonları, 98-2000-ci illər. Naibə xanım Allahverdiyeva, tanınmış, populyar bir aktrisa, indi gəlib teatrda ona rol vermək lazımdır. Bunu necə deyirlər, tamaşaçılara müxtəlif ampulada təqdim eləmək lazım. Loğman Kərimov ona dedi ki, sən burada Göyərçinin, qızın, Turanın anasını oynayacaqsan. Bacararam. Ciddi bir rol idi. Bacararsan.
ciddi bir rol idi. Ciddi bir rol idi. Yəni biz öyrəşmişdik Naibə biraz belə qadınları da, belə biraz şirin Naibə qadınları onu oynayırdı. necə gözəl oynadı. Bəli. Necə gözəl oynadı. Və o rolü ilə Naibə artıq sübut elədi ki, mən həm də dramatik aktrisayam. Bəli, bəli, çox razıyam. Çox Pəri belə Caduda möhtəşəm da oyun. Naibə Sonra Loğman ona verdi Burla Xatun Dədə Qorqud tamaşasında. Aha. Və mən də Uruzu oynayırdım, anamı oynayırdı. Və orada da Naibə tamam başqa bir ampulada özünü təqdim edə bildi. Bax, dediyim o şeydir ki, rejissor səni inandıra bilsin. Tam razıyam Elnur bəy. Düz deyirsiniz, rejissor, elə aktyor var ki, rejissora həvalə eləyir. Bu çox üzr istəyirəm Tərlan xanım, bunu tamamlayım. Loğman Kərimovun o fəaliyyətini. Loğman Kərimov teatra gələndən sonra gəncləri gətirdi. Bax, məni gətirdi, Elnur Kərimovu gətirdi, Manafı gətirdi, Xurama Əlizadəni gətirdi. Manaf Dadaşovu. Bu dəqiqə ən populyar aktyorlardır da onlar. Bəli. Onların hamısını gətirdi 19-18 yaşında. Yetişdirdi və onlarda inam yaratdı, rollar verdi və hamısı oynadılar. Bugün Azərbaycanın əməkdar artistləriyik biz. Bəli, tanınmış. Siz əməkdarsınız. Bəli, bəli. Amma sizi təqdim edəndə demədim. Əməkdar. Canınız sağ olsun. Prezident mükafatçısı, əməkdar artist. Bunu eyb yoxdur, qeyd eləyərək titrdə. Prezident mükafatçısı, Respublikanın əməkdar artisti. Bax, əziz tamaşaçılar, bu da mənim bir jurnalist kimi. Siz tanımırsınız ki, Yox, mən sizi çox gözəl tanıyıram. Amma doğrudan mən niyə bunları təqdim eləmədim bilmirəm. Deməli, Respublikamızın əməkdar artisti, prezident təqaüdçüsü Elnur Hüseynov kimi tanıyıram. Amma indi artıq Elnur Bəhramxan. Elnur Bəhramxan kimi gedirsiniz və sonda teatrdan çox gözəl əhatəli danışdıq. Mən çox böyük zövq aldım ki, bizim belə aktyorlarımız var, yəni maarifləndirici aktyorlarımız var. Ancaq elə rolümü oynadım, getdim, yox. Ətrafda insanlar var, gənc nəsil var. Yəni bunlarla işləyə biləcək insanlar varsa, nə xoş bizə. Və sonda Elnur bəy, kinodan danışmasaq, bugünkü seriallardan danışmasaq olmaz. Yəni mən girişdə bayaq elə gələndə söhbət elədik. Yəni dedim ki, Elnur bəy, çox maraqlı fakturanız var. Maşallah gənc qalmısınız. Belə də davam eləyin, maşallah deyirəm. Və Elnur bəy seriallarda, deyək ki, İstədiyim, yəni mən düşünürəm ki, bundan artıq potensial imkanınız var. Amma elə bil o biraz çərçivədədir. Niyə seriallarda o qədər görünmürsünüz? Yəni kino industriyasında niyə Elnur müəllim yoxdur? Yəni yox deməzdim. Niyə az görünür? Yoxdur deməzdim. Yəqin ki, varsınız. Kinoda, seriallarda, mən bilmirəm. Bildiyim qədər hal-hazırda görünmürsünüz. Deməli, bildiyim qədər. Bəli, mən təxminən 2 il Qaynana serialı getdi bizdə o vaxtı. Orada oynadınız. Orada oynadım. Sonra Həyat Sənlə Qəribəsən filmi getdi, serialı getdi. Orada oynadım. 4 il oynadım orada. Sonra Ümumiyyətlə, məmnunsunuzmu seriallardan? İndi ora gəlirəm. Sonra 2000-ci illərdə ardıcıl olaraq Polşa filmi çəkildi, orada mən oynadım. Sonra bir Rusiya NTV kanalı çəkirdi, orada oynadım. Sonra hətta NTV kanalı çəkildi. NTV kanalı, bəli. Obraz nə idi? İkinci dərəcə. Dukas idi, mənim anamı... Epizod deyil idi, yəni? Yox, normal rol idi. Deməli, orada mənim anamı Gürcü aktrisası oynayırdı. Belə yığma bir film idi. Bizim aktyorlarla Rus aktyorları qarışıq oynayırdılar. Sonraki illərdə biraz sanki boşluq yarandı. Elə bir sanki kino rejissorlar görmədi. Ara sıra məsələn epizodik rollara çəkilirəm. Ayaz Salayevin də filmində çəkilmişəm. Elxan Cəfərovun filmində çəkildim. Amma yəni ən uğurlu son filmimi hesab edirəm ki, Son İclas filmi idi. Orada Məhəmməd Əmin Rəsulzadənin cavanlığını oynayırdı. ASTV-nin proyekti idi. Bakı Media Mərkəzinin çəkdiyi film idi. Belə çox möhtəşəm bir filmdir. Artıq başa düşdüm mən. Söhbət hansı maştabdan gedir? Cümhuriyyətimizin 100 illiyinə həsr olunmuşdu. Tarixi bir film. 2018-ci ildə çəkildi. Bəli. Yəni orada sırf o son iclas, hansı ki artıq bolşevik qoşunları gəlib, dövlət qərar verməlidir. Hökumət istifaya getməlidir filan, bax o hadisələri əhatə eləyir. Yəni hesab edirəm ki, çox uğurlu bir film oldu. Son zamanlar seriallarda sonra yenə ASTV çəkir, indi məsələn Mədəniyyət kanalı daha doğrusu çəkir. Yəni sırf bir serialla müqaviləniz yoxdur? Yoxdur. Elnur bəy, sizin o vaxt seriallarda çəkildiyiniz vaxtda serialların hələ təzə başladığı dövr idi. Ən gözəl vaxtları idi. Təzə başladığı dövr idi, dövlət pulu ayırmışdı. Yəni indi biraz seriallar bəlkə də çoxalıb, ona görə də müəyyən dərəcədə bəlkə də yəni çoxaldıqca kəmiyyət çoxalır, amma keyfiyyət azdır. Keyfiyyətli
seriallar çox azdır, amma var. Əlbəttə ki, inkar eləmək olmaz, çünki burada da insanlar çalışır. Mən elə gəlir ki, ümumiyyətlə çox olmalıdır ki, rəqabət də olsun. Yəni yaxşını pisdən ayıra bilək. Biz də yəni türk seriallardakı kimi öz seriallarımızı seçək və baxaq və deyək ki, bu yaxşıdır, bu pisdir. Yəni seçim imkanımız olsun. Və sonda bu gün doğrudan da çox zövq aldım sizinlə söhbətdən. Bir balaca yaxından tanış olduq. Yəni onsuz da səhnədə sizi görürdüm, onsuz da dostlar arasında görüşürdük. Amma bir balaca, yəni yenə də deyim, aktyor kimi, vətəndaş kimi mövqeyiniz doğrudan mənim ürəyimcə oldu. Çünki bu hər insana xas, hər aktyora xas deyil. Hər kəs öz missiyasını yerinə yetirir, çıxır gedir. Yəni amma vətəndaş kimi mövqe bildirmək, ictimai fəal olmaq bu hər kəsə. Bilirsiniz, bu aktyorun bir növ vəzifəsidir. Bəli. Ölkədə baş verən ictimai, siyasi, mədəni bütün prosesləri aktyor izləməlidir. Çox gözəl. Çünki sənin oynadığın rol hansı planetdən gətirilmir? Havadan gəlmir. Bəli, həmin cəmiyyətdən götürülmüş bir xarakter. Bəzən aktyorlar deyir ki, məsələn də, mən tarixlə maraqlanmıram. Müşahidə eləməlisən də obrazlarla. Mən siyasətlə maraqlanmıram. Sən bütün prosesləri izləməlisən. Maraqlanmalısan. Sadəcə olaraq mənim də siyasətdən başım çıxmır. Amma bilirəm ki, bugün ən azı elementar bir biliyim olmalıdır. Mənim də siyasətdən başım çıxmır. Yəni mən bilmirəm, mən tamam başqa sferadayam. Yəni o mənada əlbəttə ki, qısa-qısa məlumatlarımız olsa nə gözəl bizə. Elnur bəy, və sonda əlbəttə ki, bu sual, yəni həmişə verilən bir sualdır. Yaradıcılıq planlara nə daxildir? Yəni bugün artıq Elnur bəyin planda nə var? Sənədli film mi var, yeni tamaşa mı var, məşqlər var? İndi hal-hazırda tamaşaçılarımıza məlumat var. Bəli, hal-hazırda deməli bizim teatrda Nicat Kazımovun quruluşunda Şahnamə əsəri deməli hazırlanır. Orada mən Şah Abbasın vəzirini oynayıram. Nicat Kazımov qoyur. Nicat Kazımov qoyur və İlqar Fəhminin əsəridir. Ay, nə gözəl. İlqar Fəhmin balaca kişilər də onun əsəridir. Bəli. Eyni zamanda deməli Azərbaycan televiziyası Fatihlər proyekti davam eləyir. Orada da varsınız. Rejissorumuz Ramiz Həsənoğlunun filmidir. Orada deməli ssenari haqqında məlumat verməyim. Mən Məhəmməd Əmin Rəsulzadə yenidən mənə həvalə olunur. Ay, nə gözəl. Nə gözəl. İndi inşallah yaxın günlərdə çəkilişlər başlamalıdır. Artıq belə ciddi proyektlərdə rol almalı. Bəli, yəni sevinirəm ki, o dediyin seriallarda olmasam da məni Ramiz Həsənoğlu kimi rejissorlar çəkir. O mənə bəsdir, dünyaya dəyər. Əlbəttə. Biz də öz növbəmizdə sizə yaradıcılıq uğurlar arzu edirik. Arzu edirik ki, bu missiyanız tükənməsin. Ümumiyyətlə, həmişə teatrda gözəl-gözəl obrazlarda sizi görək və tamaşaçılarımız da bundan zövq alsın. Çox sağ olun. Mən sonda mənim sənətdə belə deyək, inkişafıma təsir göstərən, həmişə məni dəstəkləyən, tərəf müqabili kimi, bir rejissor kimi, bir şəxsiyyət kimi teatrımızda çalışan və dünyasını dəyişən aktyorlarımızı yad eləmək istəyirəm. Axan Salmanlıya Allah qəni-qəni rəhmət eləsin. Çox böyük dəstək olub mənə. Ata-oğul münasibətində olmuşuq hər zaman. Yasin Qarayev, Allah ona uzun ömür versin. Yasin müəllimi salamlayırıq. Məni bir oğlu kimi çox istəyir və hər zaman dəstək verir mənə. Yasin müəllim də çox fəaldır. Nəinki mənə, bütün belə deyək, gənc aktyorlarımızı dəstəkləyir, sevir və hər zaman belə deyək, onları müdafiə eləyir. Allah Taryel Qasımov, sonra Şəfəq Əliyeva, Yasin müəllim teatrda hal-hazırda işləyir. Amma Taryel müəllim yox. O yox. Yox, Taryel müəllim çalışmır, amma nə gözəl Yasin müəllimlə təmasda olursunuz. Bəli, biz demək olar ki, elə bir otaqda əyləşirik həmişə. Demək olar, hər gündə telefon danışığımız olur. Allah ona uzun ömür versin. Amin, Yasin müəllim. Çox sevirik və hər zaman səhnəmizdə olsun, ekranımızda olsun, ekranlarımızda olsun və birlikdə filmlərə çəkilək, tamaşalarda oynayaq. Amin, amin. Çox sağ olun, təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm bu gözəl verilişinizə çağırdığınıza görə. Yeri gəlmişkən mən də Muğamdanam, elə demək olar ki. Nə gözəl. Neftçala rayonu Muğam tərəfə düşür. Çox sağ olun, təşəkkür edirəm. Çox sağ olun, siz də sağ olun.